Azercell Azərbaycanda keçirilən Robot Challenge-ın ilk yerli mərhələsinə dəstək verdi. Azercellin dəstəyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən Robot Challenge Azərbaycan 2026 uğurla başa çatıb. Dünyanın nüfuzlu robotexnika yarışlarından biri olan tədbir, gənclərin innovasiya və mühəndislik sahəsindəki bacarıqlarının nümayiş etdirməsi üçün mühüm platformaya çevrilib. Tədbirin açılış mərasimində çıxış edən Sona Abbasova gənclərin potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azercell rəqəmsal bacarıqların inkişafına və texnologiya sahəsində yeni nəslin yetişməsinə dəstəyini davam etdirəcək. Yarışda 200-dən artıq komanda iştirak edib. Yekun nəticələrə əsasən 7 əsas və 5-6 kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Qaliblər Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.